Salam əziz dördüncülər, əziz balalar. Ekranda gördüyünüz işarələrə baxın və onları adlandırın. Bu nöqtədir, virgül, sual işarəsi, nida, nöqtəli virgül, 2 nöqtə, 3 nöqtə yaxud çoxlu nöqtə deyirsiniz yəqin ki, tiri, dırnaq işarəsi, mötərizə. Əziz balalar, yəqin ki, bunların durğu işarələri adlandırıldığı yadınızdadır və bunları siz mətn oxuyarkən bu işarələrdən istifadə olunduğunu görmüsünüz. İndi A tapşırığında belə bir sual verilir. Nöqtə və virgülün hansı funksiyaları var? Bu haqda bildiklərinizi danışın. Yəqin ki, cavablarınızda olacaq ki, nəqli cümlənin sonunda nöqtə qoyulur. Virgül isə sadalanan sözlər arasında qoyulur, yaxud mürəkkəb cümlənin tərkibi olan sadə cümlələr arasında virgül qoyulur, yaxud bəzi köməkçi nitq hissələrini digər sözlərdən ayırmaq üçün virgül işarəsi qoyulur. İnanıram ki, bu bilgiləriniz var. İndi B tapşırığına keçək. Cümlələrdə hansı sözlər qısa yazılıb? Birinci cümlə. Kosmosda müxtəlif göy cisimləri var. Ulduzlar, planetlər, asteroidlər və s. Tusi şərqdə ilk mükəmməl rəsədxananın yaradıcısıdır. Əziz balalar, birinci cümlədə görürsünüz ki, mən oxuyanda və s. dedim, lakin yazıda bu S nöqtə yazılmışdı. İkinci cümlədə Nəsrəddin Tusinin adı tam verilməyib. N nöqtə Tusi yazılmışdı. Deməli, əziz balalar, bizim bugünkü dərsimiz ixtisar və durğu işarələri ilə bağlı olacaq. Diqqətlə qulaq asın və yadda saxlayın. Bəzən söz və ifadələr qısa yazılır. Bu halda çox zaman nöqtədən istifadə olunur. Səməd Vurğun yazanda çox vaxt biz S nöqtə Vurğun yazırıq. Yəni qısaldırıq, yaxud ixtisar edirik. Lakin, yaxud şəhər sözünü yazarkən qısaldılmış formada şəh nöqtə yazırıq. Oxuyanda bilirik ki, bu şəhər deməkdir. Və bayaq dediyim cümlədə olduğu kimi və s. qısa yazılışda və S nöqtə kimi yazılır. Deməli, yadda saxlayaq ki, nöqtə yalnız nəqli cümlənin sonunda qoyulmur. Sözlər, ifadələr qısa yazılanda da bu zaman nöqtədən istifadə olunur. Sadalanan söz və ya cümlələrin əvvəlində gələn ərəb rəqəmlərindən sonra nöqtə və ya yarım mötərizə işarəsi qoyulur. Məsələn, birinci yazmaq üçün bir nöqtə işarəsini qoyuruq və yaxud bir yarım mötərizə. Bu da birinci deməkdir. Bundan sonra yazıda tarixi qısa ifadə etmək üçün nöqtə və ya qoşa nöqtədən istifadə olunur. Məsələn, 17 dekabr 2022-ci ili yazmaq üçün 17.12.2022 yazırıq. Burada 17 günü, 12 ayı, 2022 isə ili göstərir. Bundan başqa, məsələn, saatı elektron saatlarda saatı, vaxtı göstərmək üçün 08.2.15 yazılışını görürüksə, bu deməkdir ki, 9-a 15 dəqiqə işləyib. Əvvəldəki ədəd saatı, sonraki ədəd isə dəqiqəni göstərir. Onluq kəsirlər vergülün köməyi ilə yazılır. Məsələn, 8,7. 8,7 görürüksə, belə bir onluq kəsir 8,7 deməkdir. Və inanıram ki, riyaziyyat fənnindən bu onluq kəsirlərin yazılışını da keçmisiniz və bilirsiniz. Deməli, əziz balalar, yadda saxlayaq ki, nöqtə
qoşa nöqtə yalnız mətnlərdə deyil, eyni zamanda sözləri, ifadələri qısaltmaq üçün də lazım olan durğu işarələridir. C tapşırığına keçək. Doğum tarixinizi qısa şəkildə yazın. Nümunə verilir. Məsələn, nümunədə göstərilib doğum tarixi 15 mart 2013-cü il. Qısa şəkildə yazırıq 15.03.2013. 15 burada günü, mart təqvimdə 3-cü ay olduğuna görə 03 yazırıq və il 2013. Məsələn, əgər siz 22 iyul 2015-ci ildə anadan olmusunuzsa, iyul ayı 7-ci ay olduğuna görə 22.07.2015 kimi yaza bilərsiniz. Yaxud 14 noyabr 2016-cı ildə doğum tarixinizdirsə, qısa şəkildə 14.11.2016 şəklində yaza bilərsiniz. Noyabr ilin 11-ci ayı olduğuna görə 11 yazırıq. C tapşırığı. Riyazi ifadələri qısa şəkildə ifadə edib yazın. Nümunə verilib 9,23 və onun qısa şəkildə ifadəsi yazılıb. 9,23. İndi tapşırıqda verilən riyazi ifadələri qısa şəkildə yazacağıq. 2,33. 9,8. 6,15. 5,5. Sağ tərəfdə gördükləriniz hər biri həmin riyazi ifadələrin qısa şəkildə yazılışıdır. Əziz balalar, eyni zamanda ölçü vahidləri də ixtisar olunur və onlar da qısa şəkildə yazıla bilər. Bu zaman ixtisardan sonra nöqtə qoyulmur. Məsələn, kiloqram sözünü qısa yazarkən kg, santimetr sözünü qısa yazarkən sm hərflərindən istifadə edilir və onlar bitişik yazılır, sonda isə nöqtə qoyulmur. Yəqin ki, bunu da riyaziyyat dərsində məsələ həll edərkən qarşınıza belə ölçü vahidlərinin qısa şəkildə yazılışı çıxıb. İndi D tapşırığını yerinə yetirək. Cədvəldə uyğun ölçü vahidlərini qısa şəkildə yazın. Qram, qram kütlə vahididir. Qısa şəkildə Q kimi yazılır. Kütlə vahidi olan sütuna yazırıq. Desimetr, desimetr isə uzunluq vahididir. Qısa şəkildə dm kimi yazılır. Milliqram, milliqram qısa şəkildə mg kimi yazılır. Bu da kütlə vahididir. Kilometr, kilometr qısa şəkildə K və M-in biləşik forması kimi yazılır. Bu da uzunluq vahididir. Santimetr, santimetr də qısa şəkildə bayaq dediyimiz kimi M kimi yazılır, uzunluq vahididir. Millilitr kütlə vahididir. M və L kimi bitişik formada yazılır. Saniyə qısa şəkildə san, zaman vahididir. Dəqiqə qısa şəkildə dəq kimi yazılır. Əziz balalar, fikir verdinizsə, bu ölçü vahidləri qısa şəkildə yazılarkən nöqtə işarəsi qoyulmadı və burada bir xatırlatma kimi deyim ki, litr və millilitr kütlə vahidi sütununda yazılsa da onlar tutumu ifadə edən vahidlərdir, tutum vahidləridir. Dərsimiz bu qədər. Sağ olun.